Deməli birinci sual en qədər demişik. Deyirdi ardıcıl olanda həndəsi silsiləni bu tipdə vuranda neynirdi? Ortanın kubu eləyirdi. Və bərabərdir 64 4'ün kubudur. Bu da 3 üstü 3 endi. Kuba bölürük. Bu da eləyir 4 vurulsun 3 üstü n. İndi nə deyir? B13'ü tapın. Deməli n'in yerinə mən 13'ü qoysam. Bir də baxaq. Görək səhv eləmirik. Deməli, həndəs silsiləsində bu verilib. B13'ü tapın. Hasildir. Hasildə nə alınırdı? Hasildə vuranda ortanın kubu alınırdı. Deyirəm axı, bu 11'dir. Deməli nə oldu? N bərabərdir 2 oldu. Deməli, B13 bərabərdir 4 vurulsun 3 üstü 2 eləyir. Bu da eləyir 36. Sağ olun, hayır, düzdür. İkinci sual. Həmişə mənfi qiymət alar. Keçən dərs lövhədə elə dedik. 5-ci gün bax lövhədə demişik. Sonra canlıda YouTube kanalında son 3-4 dərs keçmişik demişik. Demişdik ki, həmişə mənfi olanda diskriminant mənfidir və qollar aşağı olmaq üçün A da mənfidir. Neçə dəfələrlə bu sualı demişik. Deməli, buradan alınır A-2'nin kvadratı plus, deməli, A-nın hansı qiymətində kvadrat üçün həmişə mənfi qiymət alar. Deməli, plus 4'a vurulsun 2 tam %25'də nə idi? 4'də 9 idi. Elə deyilmi? Bu mənfi olmalıdır. Deməli, açırıq bunu. Plus nə? 9'a. İkisi 0 olur. Deməli, olur A kvadratı minus plus 5A plus 4. İkisi 0 olur. Deməli, olur A plus 1 vur A plus 4. İkisi 0. İnterval həll eləyəndə olur A variantı. Deməli, doğrudur. Sağ olun, Nail. 5-ci gün canlıda demişik. Məsələmizə baxaq, görək nə deyir məsələmiz. Yazıb yük avtomobil A məntəqəsindəki ambardan götürdüyü mallar ABCD düzbucaqlısının perimetri üzrə hərəkət edərək B, C, D nöqtələrində paylayıb ambara qayıtdı və cəmi 420 km yol qət etdi. Deməli, B, C, D və ambara qayıdıb. Deməli, perimetri üzrə yol gedib. AB məsafəsi BC məsafəsinə nisbəti 3/4'dür. Deməli, baxın, bura 3x-dir, bura 4x-dir. Avtomobil hər məntəqədə yükünün bir hissəsini boşaltdığı üçün hər məntəqədə növbəti məntəqəyə qədər yolun əvvəlkindən 15 km çox sürətlə gedib. Avtomobil B-dən C-yə 2 saata gedibsə, D məntəqəsindən A-ya nə qədər vaxtda gedər? Mesajları oxuyuram, mən də sizlə bir yerdə başlayıram. Deməli, nə qədər yol gedib? 420 km yol gedib. Deməli, perimetr görürsünüz ki, 14x eləyir və bu 420'dir. Deməli, x nəyə bərabər olur? 30'a. Onda bura olur 90, bura nə qədər olur? 30 qoyanda 120. Bura olur 90, bura nə qədər olur? 120. Sonra nə deyir? Avtomobil məntəqədə yükünün bir hissəsini boşaltdığı üçün növbəti məntəqəyə qədər yolun əvvəlkinin 15 km çox sürətlə gedib. Deməli, hər dəfə 15 km çox sürətlə gedib. Tutaq ki, burada məsələn x gedibsə, burada x plus 15 km yol gedib. Tutaq ki, burada x plus neçə kilometr gedəcək? Hədə quraq da sistemi quraq. Deməli, nə deyir? Avtomobil B-dən C-yə qədər 2 saata gedib. B-dən C-yə qədər. Deməli, x plus 15 vuracaq nəyə? 2'yə sürətimizdə və bu 120 eləyəcək. X plus 15 bərabərdir olur 60. X bərabərdir olur 45. Sonra nə deyir? Avtomobil B-dən C 2 saata getmişdir. D məntəqəsindən A məntəqəsinə nə qədər vaxtda gedər? Bax, indi 120 daxı burada. Deməli, baxın, buradan bura sürət 15 artır daxı. 45 idi. Deməli, bura oldu 60. 15 artır. Bura olur 75. Burada olur nə? 90. Elə deyil. Deməli, 120 nəyə böləcək? 90'a, sonra da dəqiqəyə çevirəcək. 120'ni bölürük 90'a. Bölünmü, Nail? Yəni, T bərabərdir bizdə nə olur? 120 bölünsün 90. Bu da nəyə verəcək? 4 bölünsün 3 saat. 3 saatı da dəqiqəyə çevirəndə vuracaq 60'a, eləyəcək 80 dəqiqə. Yəni, D variantı. Əslində, biləsiniz necədir bu məsələlər? Bu məsələləri oxuyub, başa düşmək şagirdi yorur. Bax, mən də sizlərlə bir yerdə oxuyuram da, təbii ki, sualları görməmişim. Dördüncünü şagirdlər sizə yenə 5-ci gün dedim. Hələ sizə bir dənə burada rahat qayda da verdim. Rahat qaydamız nə idi? Dedik, bir kvadrat 3 ədilinin OX oxu ilə əmələ gətirdiyi sağını tapmaq üçün sağ nəyə bərabər idi? D kök altında D bölünsün 6'ya. Bax, bununla dedim, rahat tapa bilərsiniz.
Amma ümumi üsulumuz nədir? Bərabər eləyirdik. X olurdu nə qədər? 4 olurdu. X olurdu 2, bir dənə mənfi 2. Saha bərabərdir yazırdıq. Böyükdən balacaya, sonra birindən digərini çıxırdıq. Yəni bunun integral qaydasıdır. Mən bunu şəkli çəkməmiş yazıram. Deməli bu da eləyir 8x çıxılsın 2x kubu bölünsün 3. Mənfi 2-dən 2-yə. İndi x-in yerinə 2 qoyun. 16 çıxılsın x-in yerinə 2 qoyuram. 16 bölünsün 3. X-in yerinə mənfi 2 qoyuram. Mənfi 16 plus nə? 16 bölünsün 3. Bunları çıxıram. Deməli eləyir 32 çıxılsın 32 bölünsün 3. Bu da nə qədər eləyəcək ki? Deməli 66-dan çıxırıq 32-ni. 66-dan 32 çıxanda nə qalır? 34 bölü 3. Bu da nə qədər eləyir bizdən? Səhv mi hesabladıq? Bir də baxaq. Əgər müəllimlər yenə gəlib irad bildirəcəksinizsə, qoyun üçün mən rahat izah edim. Deməli 8 çıx x kvadrat belədir. Sonra x kvadrat da belədir. Bizdən baxın bu sahanı istəyir. Bu sahanı istəyir. Deməli bunlar da mənfi 2 və 2-dir. Deməli biz sahamız bərabərdir. Mənfi 2-dən 2-yə. Bunlardan birindən digərini çıxdıq. Elədir 8 çıx 2x kvadratı. Dx. Bu da bərabərdir. 8x çıx 2x kubu bölünsün 3. Mənfi 2-dən 2-yə. Deməli 2-ni qoyduq 16, 2-ni qoyduq 8, 2-yə vurduq. 16 bölünsün 3. Sonra çıxılsın. Əslində burada 2 dənə bundan var da. Gəlin bunu çıxaq. Nə qədər eləyir? 48, 32 bölünsün 3. 32 bölünsün 3-ü də biz nəyə vuraq? 2-yə vuraq. 64 bölünsün 3. 64 bölünsün 3 də B variantıdır. Həmişə hesablamalarımda diqqətli olun. Yəni mən əsas qaydanı deyirəm. İndi təbii ki burada biz nə etməliyik? Tam izah verməliyik. İkizli bucağın müxtəlif üzvlərində yerləşən A və B nöqtələrini onun tilinə qədər olan AC və BC məsafələri üçün bu olarsa ikizli bucağın qiymətini tapın. Deməli bir ikizli bucaq adı bildiyiniz bir bucaq çəkirdik. Deməli bunun üzərində olan nöqtələri bir A nöqtəsi verib, bir də tutaq ki B nöqtəsi verib. Bu C nöqtəsi də onda buradır. Deməli ikizli bucağın üzərində yerləşən A və B nöqtə onun tilinə qədər olan AC və BC məsafələri üçün. Tilinə qədər olan məsafə deyirsə, deməli buradakı nöqtəsi bu C-dir. Deməli deyir AC bərabərdir BC bərabərdir AB. Yəni bu nədir görürsünüz? Bərabər tərəflidir. Bərabər tərəfli olduğuna görə bu bucaq nə qədər eləyir? 60. Deməli Naib düz yazıb. Əla. Sonra bura baxaq. Götürüblər bu sualı yazıblar. Bu sualın 2 qatın uşaqlar yazıca salın hələ 5-ci gün. Bax mənim dərsimdə iştirak edən şagirdlər. Mən sizə bunları izah elədim. Hələ TikTokda da çox izah etmişəm. Reklam eləmirəm, olan ordu. Açın görəcəksiniz. Yəni orada var. Sonra nə deyir burada? BAC. Deməli buradan D nöqtəsini çəkmişik. BAC bərabərdir 2ACB. Yəni bura alfadırsa, bura deyir 2 alfadır. Sonra AB ilə BD 5'miş. AB 5'dir, BD 5'dir. Sonra AC də 11'dir. Baba buradan bura 11'dir. ABC üçbucağının sahəsini istəyir. Tapaq. Burada sizə lap köməkçilik eləyib. Burada köməkçilik eləyib. Baxın. Bu bərabər yanlı olduğuna görə 2 alfadır. Bir xarici bucaq qonşu olmayan 2 daxili bucağın cəmi olduğuna görə burada alfadır. Burada qalır 5, burada qalır nə 6. Bitdi. Ya heronla tapın. Ya da belə eləyin. Baxın. Oxşarlıq da qurmaq olar. Bura hündürlüyü çəkin. 3, 3. Buradan oldu 4. İndi ABC üçbucağının sahəsini 4 vur. Hündürlüyü bölünsün 2. Bu da eləyir nə qədər? 22. Biz bunun bütün hallarını sizə izah elədik. Çöldə alfaları ayırdıq. Yadınıza gəlirmi? Paylaşım eləyəcək. Qəşəng sualdır. Vektorları verilib. Bu vektorun komponentini tapın. Deməli, nə edirik? A vektoru çıxılsın, B vektoru çıxılsın, C vektoru. Deməli, mənfi 1-dən çıxırıq 2-ni, çıxırıq 1-i. Sonra aşağıda yazaq. Mənfi 1-dən çıxırıq 1-i, çıxırıq 0-ı. Sonra 2-dən çıxırıq 2-ni, çıxırıq 1-i. Bunları sadələşdirək. Bu eləyir mənfi 4, bu eləyir mənfi 2, bu da eləyir mənfi 1. Mənfi 4, haranı səhv elədik, bir də baxaq. Deməli, mənfi 1 çıx 2 çıx 1. Bu elədir mənfi 4. Mənfi 1 çıx 1 çıx 0. Bu elədir mənfi 2. Sonra 2 çıx 1 çıx 3. 3'ümüşü. Deməli, bunda nədir? Mənfi 2 elədir. Nail düz yazıb. Afərin.
8-ci sual. Yazıb ki, 120 dərəcəli bucağın təpə nöqtəsindən çıxan şou onun dərəcə ölçüləri fərqi 26-12 bucağa ayırır. Heç nədir? X çıxılsın y bərabərdir 26-dır. X plus y nə qədərdir? 124-dür. Topladıq bunları. 2x bərabərdir 150. X-imiz neynədir? 75. Böyük onsuz da 75 oldu. Doğrudur. Qarşılıqlı sadə A və B natural ədədlər. Qarşılıqlı sadə A və B natural ədəd nə idi? Onlar ortaq vurğu 1 idi. Deməli, əkov elə onların hasili idi. Buradan da A plus B 23'dür. Oturub fikirləşmək olar, aynen B-ni tapmaq olar. Amma biz niyə buna müxtəsəri tətbiq eləməyək ki? Deməli, A plus B-nin kvadratı çıxılsın nədir? 2AB-dir. Yəqin ki, 11 ilə 12-dir də. Elə mi? Eləyir 121, 144. Toplayanda nə qədər eləyəcək? Ya səhv götürürük. 12 ilə. Neysə. Baxarıq. Deməli, bu da eləyir 23'ün kvadratı çıxılsın 2 vur 126. Deməli, buraya eləyir 529. Buradan da nə çıxırıq? 2-ni, 5-i, 2-ni. 7, sonra 7 düzdür. Deməli, B variantı. Ədədləri də tapmaq olar, amma ehtiyac yoxdur. Bir dənə piramida. Bu piramidadan biz nə qədər danışmışıq? Deməli, piramidanın bütün yan tilləri oturacaq müstəvisin 60 dərəcəli bucaq əməliyyətidir. Deməli, bütün yan tillər deyəndə bizim çəkdiyimiz şəkil nə olurdu? Bura H olurdu, bura R olurdu, bura yan til olurdu, burada alfa olurdu. Bu alfanı bizə verib 60 dərəcə verib və SA. SA dedikdə yan tildir. Buranı verib 8. Piramida oturacağı bərabər yan düz bucaqlı ABC bucağı olarsa onun həcmini tapın. Deməli, hələlik bunları tapaq. 30'un qarşısındakı nədir? Hipotenuzun yarısıdır. 60'ın qarşısındakı nədir? Kök 3 mislidir. Yəni H-ımız 4 kök 3'dür. R-imiz də 4'dür. Deməli bizə nə deyir? Bizə deyir ki, bir üçbucaq var oturacaqda. Bir də biz piramida təbii ki qururuq da budur. A-dır, B-dir, C-dir. Deməli deyir ki, ABC üçbucağı bərabər yanlı düz bucaqlı üçbucaqdır. Böyük hipotenuzun yarısıydı. Deməli bura 400'e, hipotenuz 8'dir. Bura 8'dirsə, bunun hündürlüyü 4'dür. Deməli sahə tapılanda oldu 16. Oturacağın sahəsi. Tərəf hündürlüyü bölük. Onda bizim V'miz 3'də 1, S oturacaq vurulsun H-dir. Deməli 3'də 1, S oturacağımız 16'dır. Bu da 4 kök 3'dür. Bu da nə qədər edir? 64 kök 3 bölü 3. Nail bir neçə dərs əvvəl deyirdi ki, piramidanı mən çox da tam yaxşı anlamıram. Amma şükür Allah, çox gözəl də anlayıb, yazıb. 11-ci sual. Bəsit sualdır. Çevirmə düsturunu tətbiq eləyirik. Pi plus olanda ad dəyişilmirdi, amma 3-cü rub olduğunu anlayışına görə mənfi olurdu. Asan veriblər. Deməli, bu da eləyir kosinus 3x'in 0 olması. Deməli, 0 harda alırdı? Pi bölü 2 üstəgəl pi n'də. Bunu da 3'e bölün, yazın. D variantıdır. Gəldi funksiyasının təyin oblastına daxil olan tam ədədlər çoxluğunun bütün 3 el. Funksiyanın təyin oblastı loqaritmadan nə qədər demişik? Demişik ki, içərilərin olmalıdır, 0'dan böyük olmalıdır. Deməli, x böyüdür 2 olur, x kiçikdir 8 olur. Və tam ədədlər dediyinə görə 3'dür, 4'dür, 5'dür, 6'dır, bir də 7'dir. 5 dənə var. Bütün 3 elementli açıqlıqların sayını tapın. 3 elementli açıqlıqlar nə idi? Kombinizonla seçirdik. Bu da elə kombinizon 5'dən 2'dir. Bu da eləyir 5 vurulsun 4 bölünsün 2. Oğul, burada alt çoxluqların sayını deyir. Alt çoxluqlar nə idi? Kombinizonla seçirdik. Seçim aparırdıq. Seçim aparırdıq. Orada sənə 2 dənə demir. Bütün 3 elementli alt çoxluqlar deyir. Deməli, cavab neçə eləyir? A variantı eləyir 12'də. 13-cü sual. Çoxluqları verilmişdir. Kəskinməni tapın. Daha görə burada bilməyiblər nə yazalar. Buna deyirəm mən sualı yola vermək. Deməli elə A variantıdır. Qiymətlər oblasti. Kosinusda nə qoyurduq? Bir dəfə 1, bir dəfə mənfi 1 qoyurduq. Y variantıdır. Trapesiya. Son zaman canlı bir trapesiya izahı vermişəm müəllimlərlə. Hələ kanaldadır. Deməli, tənböləndir deyir. Alfa. Deməli, bura deyəndə bura olacaq. Beta, beta, bura. B deyəndə burada B olacaq. Eyni sual tipi demək olar ki, orada da var. Perimetr istəyir. Perimetr nə idi? Bütün tərəflərin cəmi idi. İndi A plus B nə qədərdir? 7'dir. 2 vur. 7 plus 12. Bu da oldu 26. Sağ ol Nail. Gəldi tənillər sistemin. X bölünsün Y bizdən istəyir. Aşağını 5'ə vuraq. Vuraq. 5'ə vuraq. 5x plus 50y bərabərdir 5'ə vuranda 80. Bunları tərəf-tərəfə çıxaq.
Y oldu 1. Əla. Y 1-dirsə, Y-in yenə 1 yazanda 5x oldu 30, x oldu 6. Cavab doğrudur. Sağ ol Nail. Təyin oblastı. Arc-sinusların təyin oblastı. Sinusların təyin oblastı bu biraz maraqlıdır. Burada şagirdləri biraz belə deyim, öyrəşmədiyi tiplərdə biraz burada yoxladılar. Təyin oblastı nə idi? X-in ala biləcək qiymətlərdir və arc-sinusun içinə sən mənfi bir parçasına olan bir ədəd yazırdın. Deməli, burada olur 5 minus 3 altda x minus 2, kiçik bərabərdir 1, böyük bərabərdir mənfi 1. Attım bu yana. Attım bu yana. Mənfiyə böldün. Kvadrata yüksəldə bilərsən, çünki hər iki tərəf müsbətdir. Deməli, burada oldu 18, burada da oldu 38. Nə deyir? Daxil olan ən kiçik və ən böyük tam ədədlərin cəmini tapın. Ən kiçik 18-də, ən böyüyündə 38-dir. Toplayın 6, 56. Cavab nə idi? 56. Bu maraqlı sualdır. Biri digərin 80%-ni təşkil edən iki ardıcıl cüt ədədin kvadratları fərqinin modulunu tapın. Biri digərin 80%-ni deyir təşkil edir. Elə deyilmi? Deməli, biri x-dirsə, digər nədir? 10-da 8x-dir. Və ardıcıl cüt ədədlər dediyinə görə onların fərqi 2-dir. Deməli, buradan alınır 10-da 2x bərabərdir 2. X nə olur? 10 olur. Deməli, biri 10-dur. Biri də nədir? 8-dir. İndi nə deyir? Bunların fərqinin kvadratlarının modulunu tapın, düz yazın. 100 çıxılsın, 64, o da eləyir 36. Belə sual. Bu da maraqlıdır və görübsüz. Deməli, bu müxtəsər vurma düsturuna görə 2 dənə kök altında a minus kök altında b-nin kvadratı idi və kökdən modul çıxırdı. Aşağısı da kök altında a plus kök altında b-nin kvadratıdır. Cəm olduğuna görə modula ehtiyac yoxdur. Bu belə verdi, bu da bunu verdi. Burada yeri gələndə ədəd də qoyub hesablaya bilərdik. Məsələn deyirəm, a-ya 2 dənə, b-yə 1 dənə. Nəysə, AB-dən B olduğuna görə bura müsbətdir. Deməli, topladıq 2 dənə kök altda üstəgəl kök altda B oldu. Bölünsün kök altda üstəgəl kök altda B. Cavab elədi 2. Ən kiçik qiyməti, funksiyanın ən kiçik qiyməti 4-ə bərabərdir. A parametrin hansı qiymətində? Funksiyanın ən kiçik qiyməti 4-ə bərabərdir. Nə edəcəkdik? Törəməni tapırdıq. Sıfırı qoyurduq. Törəmə mövzusuydu da bu. Törəməni tapırdıq. Aparırdıq, qoyurduq nəyə? Yerinə. Sıfıra bərabər elirdik. Kökü tapırdıq, aparırdıq, qoyurduq yerinə. Bu, bunun lori qaydasıydı. Deməli, törəməni tapdıq. Burada mənfi olacaq. A üstü, Y üstü yenə özü qalır. Çünki mürəkkəb funksiyadır. Bərabərlədi sıfıra. Deməli, olur Y üstü açıq x bərabərdir 1. Onda açıq x bərabərdir 0 olur. X bərabərdir A-ya bərabər olur. X bərabərdir A qoyuruq deməli burada. Deməli, bura eləyir A. X-in də yerinə qoyanda bura olur Y üstü 0 və bu 4'dür. Deməli, A nəyə bərabər oldu? 3. Bu da gözəl sualdır. Əslində mən biraz düşündüm ki, tam gərək deyəydi, gördüm yox, ehtiyac yoxdur. Belə bir sual. Bu da gözəl sualdır. Yox, qəşəng suallar var. Və o qədər də mən deyərdim ki, çaşdırıcı suallar hələlik yoxdur. Dimi bu dəfə biz belə deyək, tərifləmək haqqımız var. Amma məsələ uzunudur. Loqaritm 2 əsasından 8 3-üdür. Yəni hələlik yaxşı gedir. Buna da bir t desəm, deməli açırıq mötərizəni. Olur t çıx 3 çıx t kvadrat plus 5 bərabərdir 0. Bu da olur t kvadratı çıx t çıx 2 bərabərdir 0. Deməli t 2 olur, bir də olur mənfi 1. Axı biz kök altı ifadəyə loqaritma 2 əsasından x-ə t demişik. Yəni buna 2 demişik. Onda oldu loqaritm 2 əsasından x bərabərdir 4. X də oldu 2 üstü 4. Yəni 16. Sağ olsunlar. Düzgün yazıb. Kompleks ədədin hasili. Kompleks ədədin hasili nəyi verirdi? Modulu çıxardıblar. Yəni kvadratlara fərqin verəcək. Mənfi olduğuna görə olacaq 49 böl 4. Üstəgəl 1 böl 4. Bu da eləyəcək 50 bölünsün 4. Düz yazım. Yəni bilməyən üçün yazımda plus 1 böl 2 idi. Bunu da nəyə vururduq? Qoşma deyəndə xəyali hissənin işarəsini dəyişirdik. Loqaritm bu nədir? Baxaq görək bu nədir? Bu nədir? Bu nədir? Funksiyanın qrafiki verilmişdir. Deməli, x-in yerinə, y-in yerinə 4 qoya bilmir. X-in yerinə nə ilə bunları bölüb? 2, 4, 6, 8. Bunlar 2-2 mi bölüb? Mənim gözüm yaxşı seçmir. 2-2 mi bölüb görəsən? X-in yerinə 4 qoyanda 8 olub. Yaxşı. Deməli, birinci y-ə 4 verə bilməyəcək.
Buna biz deyirik üfüqi asimtot. Y-ə 4 verə bilməyəcək. Sonra x-ə də əgər bunlar düzgün bölübsə, addımı 2 götürübsə 2 verə bilməyəcək. Deməli M2-dir. Məxrəc 0 olanda o hissə olmaz. Sonra x-ə 4 verəndə y 8-dir. Biz yaxşı x-ə 8 verəndə də y nədir ki? 6-dır ki. Tam oxumaq olmur. Yəni buradakı qiymət də buna uyğundurmu? Mən mesajlarınızı oxuyuram. Deməli indi x-ə 4 verəndə də y 8-dir. X-ə 4 verəndə bura olur 2 plus m bərabərdir olur 8. Deməli olur k plus 2m bərabərdir 16. Sonra biz nə dedik? Dedik ki y-ə də 4 verə bilmirik. Y-ə 4 verəndə mənasız olur. Yəni x də orada neçə olur? Y-ə 4 verəndə şərdə mesajlarınızı oxuyuram. Yəni bununla mı mən götürüm bunu, yenə də baxıram. Yəni x-ə 6 verəndə y də mi 6-dır? K bölünsün, x-ə 6 verirəm 4, y-ə də 6 verirəm. Belə mi? Çünki y-i ala bilməməyini düşünmürəm. N nə qədər oldu? 4. N 4 oldusa, k da oldu 8. M də oldu 2. Mən belə götürdüm elədik. Amma yenə də deyirəm, deməli burada nə qədər olacaq cavabı? 14. Amma yenə də deyirəm, burada y-in də ala bilməyəcək qiymət var. Yəni y-ə 4 vermək mümkün deyil. Y-ə 4 verəndə mümkün deyil. Onda n4'dür də elə. N-i də 4 aldıq da. Düz yazmışım. Elə o sözü deyirəm, sonra da təsdiq eləmirəm. Əla. Limit sonsuzluğa yaxınlaşanda bu da gözəl sualdır. Limit sonsuzluğa yaxınlaşanda məxrəcdə qüvvət çox olanda cavab 0 olurdu. Sürətdə qüvvət çox olanda cavab sonsuzluq olurdu. Sürətdə qüvvət çoxdur. Belə görünəndə. Cavab sonsuzluq olmalıdır. Amma cavabı 0 götürüb. Deməli bura nə olmalıdır? 0 olmalıdır. Bu qalsın yerində. Yəni A olur 3, A olur 0. Baxacağıq. Sonra cavabı yenə də 0 götürüb. Cavabı 0 götürübsə, əgər A-ya 0 versək mənfi 3 qalır, A-ya 3 versək nə edir? Baxın, elə bil ki, bu qaldı. Bunu bu x kvadratına da böləndə bunlar gedir daxı. Bu olmalıydı 0. Deməli A olur bizdə mənfi 1, A olur 3. Ortaq lazımdır. Ortaq lazımsa cavabı 3'dür. Bu da maraqlıdır. Görək burada nə edib. Biraz sualları oxumaq çətin olur. Amma yenə də yaxşıdır, şükür Allah'a. Yaxşıdır, pis deyil. Deməli, yazıb ki, B, DS, B, DS, B, DS, yəni bu bucaq. BSD, BSD, yəni bu bucaq. İkisi 150-dirsə, deməli, bura 30'dur. BAS bucağı, BAS bucağı, üstə gəl ASB bucağı. O da elədi 150. Niyə? Çünki 3 bucağın bir bucağını tapdıq. Bunu, buradan. Diğer 2 bucağın cəmini istəyir. Deməli, o da nə oldu? 150. Şimdi bilmirik şagirdimiz orada nə qeyd eləyib. Oy. Şagirdlər, yazıca salın. Baxın, lövhədə dedi. Gələrsiniz orada təsdiq eləyərsiniz. Bunu neçə dəfələrlə dedik. 5-ci gündə dedik. Öyün canlılarda da isbatlarda dedik. Dedik ki, baxın, silindirdə ox kəsiyinin, diagonalının ox kəsiyini əməl etirdi. Bucaq anlayışı verər, saha falan istəyər. Bax, həmin tipdir. İndi baxaq hələ. Ox kəsiyinin diagonalı 18'dir. Ox kəsiyi nə idi? 2 idi bura. Burada nə idi? H idi. Baxın, buranı bizə nə qədər verib? 18. Hündürlüyündə 9 verib. Sonra ox kəsiyinin diagonalı, ox kəsiyinin diagonallar arasındakı bucaq. Sadə. Bura oldu 30. 30'un qarşısındakı patenuzun yarısı olduğuna görə. Bunu da kənd çəkirəm. Düz bucaqda diagonallar alt oturacağına eyni bucağa əməl etdirir. Bura oldu nə qədər? 60. Dərəcə ölçüsünü deyir tab. Dərəcə ölçüsünü deyəndə burada 2 dənə deməlidir. Baxın, sizə görə nə deyir? Ox kəsiyi silindrin doğranı ilə ox kəsiyinin diagonalı. Yo. Düzgün demirəm, baxaq. Silindrin doğranı ilə ox kəsiyinin diagonalının arasındakı bucağı tapın. Doğranı ilə ox kəsiyinin, bax, diagonal budur, doğranda budur. Ox kəsiyinin diagonalı ilə
Arasındakı bucaqdan. Buranı istəyir. Burada nə olur? 60 olurdu. Baxın, bir də deyirəm. Mən elə bildim diagonallar arasındakı bucağı istəyəcək. Diagonalı 18-dir. Yazdıq. Hündürlüyü 9-dur. Yazdıq. Bura nə qədər oldu? 30. Baxın, indi sizdən nə istəyir? Bu doğran. Senin doğranı onun hündürlüyüdür. Sonra diagonal da budur. Bu bucağı istəyir də. Deməli, bura oldu 60. Asan sualdır. Gəldik buna. Çox demişik, şagirdlər, çox demişik. İçəri 0 ola biləcəkmi? İçəri 0 ola bilirmi? 0 olur, qalır cavab 2. Bunun ən kiçik qiyməti 2-dir. Deməli, 1-ə S variantı 7 və x 4-dür. Y-də 5 olan da olur. O variant yoxdur. Burada sualımızı verirdik. Bura 0 ola bilirmi? Olur. Deməli, x kvadrat 4 olanda 0 olur. Yəni, mənfi müsbət 2. Bura 0 ola bilirmi? Olmur. Deməli, ona görə Y-də 0-dır. Deməli, 2-yə D uyğun gəlir və onun ən kiçik qiyməti qalır. 25 plus 2, 7. 27. Əla, düz yazıb. Sağ olun, ayrı. Sonra, buralarda da görürsünüz, heç nə 0 olmur. Ona görə x də 0 olur, y də 0 olur. Deməli, buna y variantı uyğun gəlir və 16 üstəgəl 25 üstəgəl 2-ni hesablayacaq. O qədər nə qədər eləyəcək? 43. Ona da variant. Düzgündür, sağ ol. Uyğunlaşdırma suallarında çox diqqətli olmalıyıq da, bilirsiniz. Çox diqqətli olmalıyıq. Gələk. 28. Yazıb ki, hündürlüyü 20 cm olan silindir formalı qab yarısına qədər maya ilə doldurulmuş və içərisinə uzunluğu qabın hündürlüyü olan nazik çubuq yerləşdirilmişdir. Uzunluğu hündürlüyü bərabər olan nazik çubuq yerləşdirilmişdir. 20-yə bərabər olan. Sonra çubuğun bir ucu alt oturacaq çevrəsi üzərindədir. Digəri ucu isə qabın yan divarı üzərində olmaqla üst oturacaqdan 4 cm məsafədədir. Çubuğun maya daxilində qalan hissəsini oxşarlıq, şagirdlər, oxşarlıq. Deməli, elə burada qoy izah edək. Bura 20-dir. Sonra hündürlüyü 20-dir. Sonra nə deyir? Ortadan qoyub. Hündürlüyü ortadan qoyubsa, bu hündürlüyün bunun burası 20 idisə, burası 10 bölünür. Yuxarıya da 20 olması üçün 14, bura 6 qalır. Buranı istəyir. Sonra çubuğun maya daxilində qalan hissəsinin uzunluğunu tapın. 6-nın 10-a nisbətidir. Yəni, nisbət 3-ün 5-ədir. Yəni, bura 3K'dır, bura 5K'dır. Deməli, 8K'mız 20'dir. K'nı buradan tapdıq. Nə qədər olacaq? 5 bölünsün 2. 2,5. O 5K'nı istəyir, o da eləyir 12,5. Bir də baxaq. Deməli, hündürlüyü 20 cm olan və silindir formalı qab yarısına qədər. Yarısına qədər deyirsə, hündürlüyü yarıya bölündü. Bax, bura qədər 10'dur. Yuxarıya da 10 olması üçün. Bura 4 qalıb, burada oldu 6. 6'nın 10'a nisbəti 3'ün 5'ədir. Anladıq? Və bura paraleldir. Bax, su aşağıya nədir? Paraleldir. Paraleldirsə, orada nə ödənəcək? Fales teoremi ödənəcək. 3'ün 5'ə nisbəti o tərəfə də etdi 3'ün 5'ə nisbəti. Düzdür də 2,5 5'ə də vurun. Gələk bura baxaq. Koordinat müstəvisində ixtiyarı 3'ü bir düz xətt üzərində olmayan 10 nöqtə verilmişdir. Təpələri bu nöqtələrdən bütün mümkün üçbucaqlardan niyə gözüm gəzir o yan bir yana? Baxıram ki, görüm 3'ü bir düz xətt üzərindədir. Yox, 3 heç biri bir düz xətt üzərində deyil. Məla. Deməli, koordinat müstəvisində ixtiyarı 3'ü bir düz xətt üzərində olmayan 10 nöqtə verilmişdir. Təpələri bu nöqtələrdə olan bütün mümkün üçbucaqlardan biri təsadüfən seçilir. Deməli, şagirdlər, bütün üçbucaqlar 3 dənəsi bir nöqtə düz xətt üzərində olmadığına görə kombinizon ondan 3 bura olacaq. Həmin üçbucağın hər üç təpəsinin müxtəlif rüblərdə yerləşməsi ehtimalını tapın. Ona görə nə edirik? 4 rübümüz var axı. Deyirik ki, məsələn, birinci olsun niyə gözlədim? Çünki 4 rüb var. 4 rüb var. Diqqətli olmalıyıq. Deməli, birinci olsun birinci rübdə, ikinci rübdə, üçüncü rübdə. Deməli, bu olacaq nə? 4 dənə. O olacaq 2 dənə, o da olacaq 3 dənə. Plus. Ola bilsin, olacaq birinci, ikinci və dördüncü rüb. Dördüncü rüb. O da olacaq 4 vurulsun 2 vurulsun 1. Bax, bir dənə var. Və ya, gələk alta. Birincini biz qurmuşuq mu? Birincini qurmuşuq. Sonra birinci, üçüncü rüb, birinci rüb, üçüncü rüb, dördüncü rüb.
Bəs yaxşı, birinci rübdə nə vardı? Yenə 4 dənə vardı. Üçüncü rübdə nə vardı? 3 dənə vardı. Dördüncü rübdə də bir dənə qaldı. Sonra nə qaldı? Bax, birinci rübdən işimiz qutardı. Sonra nə qaldı? İkinci rüb, üçüncü rüb, dördüncü rüb. Bəli. İkinci rübdə də 2 dənə var. Üçüncü rübdə 3 dənə var. Dördüncü rübdə də bir dənə var. Bunu toplayırıq, bölürük buna. Buna maraqlıdır. Bunun qısa üsulunu biz necə verərdik? Bizə deyir ki, həmin üç bucağın hər üç təpəsinin müxtəlif rüblərdə yerləşməsi. Hər üç təpəsi müxtəlif rüblərdə yerləşsin. Bunda belə eləyə bilərdik də. Biz deyərdik ki, iki təpəsi bir rübdə yerləşsinmi deyərdik, onu da çıxardıq. Onda da yenə də baxacaqdıq, neçə dənəsinə baxacaqdıq. İndi zəhmət olmasa bunu toplayarsınız. Deməli, bura nə qədər eləyir? 8, 24, 8, 12, 6. Deməli, bunu topladınız 30, bunu da topladınız 20. 50 dənə burada, bu da kombinizon 10 vur 9 vurulsun 8 bölünsün 6'dır. Deməli, bundan bu getdi 5 qaldı. 72'də qaldı 12. Deməli, 5 bölü 12 mi eləyir? Baxarsınız. Gələk buna. Çevrədən biz ispat izahları elədik. En qədər izah etmişik. Bax, xəbəriniz görün nə qədər kanaldan xəbəriniz yoxdur. En qədər izah etmişik. Mərkəz isbatlar etmişik. Mərkəzə o nöqtəsində olan çevrəyə, onun xaricində götürmüş C nöqtəsindən CA və CE kəsənləri çəkilmişdir. Deməli, bir C nöqtəsi götürülüb. Məncə bu rahat ispat olacaq. Hər kəs yaza bilər. Yəni isbatla maraqlanan məncə, fikrimcə, hər kəs yaza bilər. Deməli, buradan da götürülüb bu belə gedir. Deməli, D-dir və Y-dir. Çevrəyə onun xaricində götürmüş C nöqtəsi bildik. CD bərabərdir AO-dur. CD bərabərdir AO-dur. Baxın, CD AO-ya bərabərdir, radiusa bərabərdir. Bunu birləşdirdim, burada radius deyəcəm, burada radiusdur, burada radiusdur. Hələ biz bunu isbatlarla yazmışıq, çox yazmışıq. İndi nə edir ispat elə? ASY, ASY, ASY. Buradakı bucaq, bu bucaq 3'də 1 AO7. 3'də 1 AO7. AOY, bax buradır. 3'də 1 AO7, bax buradır. Yaxşı, gəlin ispat eləyək. Nə gözəl. Deməli, bura radius olduğuna görə mən bura alfa desəm, burada nə olur? Alfa, bura nə olur? 2 alfa. Elə deyil. Bəs bura nə olur? 2 alfa. Çünki bərabərdir axı. Bəs bura nə olur? 180 çıxılsın 4 alfa. Bəs bura bir ton axı 180'dır. Ona görə toplayanda nə inir? Buranı 3 alfa eləyir ki, toplayanda 180 eləsin. Çünki burada bərabər yanlı üç bucaqlar var. Radius olduğuna görə. Bitdi də, ispat elədik də. Burada baxın. Bu bucaq 3 alfadır. Bunun 3'də 1'i nədir? Buradakı alfadır. Bitdi. Şairlər, fikrimcə maraqlı suallar var, amma o qədər də çaşdırıcı suallar yoxdur. Və məsələn, 27'ni biz çox demişik. En qədər demişik. 26'nı elə 5-ci gün 10 qədər izahlar verdi. Yəni, diagonal arasındakı bucaqlardan danışdı. 23 biraz maraqlıdır. Çaşdırıcıdır biraz. Bax, fikir verin, türk stilli, yəni türklərin kitablarında olan suallar tiplərindən suallar gəlir. Bax, məsələn, bu trapesiya düzdür, topluda da var. Bax, məsələn, bu üç bucaq. Bu üç bucağı mənim TikTok hesabımı açın, bunun isbatına uyğun, bəlkə də bilmirəm, yalan olmasın, 8 dənə izah yazmışam. Yəni, onları izləyənlər görün nə qədər izahlara rahat cavab verərdilər. Dördüncü sualı keçən dəfə mən dedim ki, uşaqlara, baxın, belə bir qayda da TikTokda ispat edib qoymuşam, belə yaza bilərsiniz. Deməli, bu olur 2x kvadratı minus 8. Bizim yığanda bir yerə belə olur. İndi bunun d'si nəyə bərabər olur? B kvadratı çıx 4ac. B kvadrat 0'dır, çıx 4ac. Buradan eləyir 64 mü? Ne yazdım? D kök altında D bölünsün 6'a. Yani 64 kök altında 64 bölünsün 6 vur 2. Dedim ki, kim onu qaydanı bilməsə, grafiklə götürsün bundan yazsın. Belə. Bax, bu sual maraqlı sualdır. Bax, şagirdi çaşdıra biləcək sualdır. Bu sualdan biz en qədər danışmışıq, en qədər. Yəni, bu çeynənilib. Bax, bu da çeynənilib. Çox danışmışıq. Açın mənim son zaman sizə kömək dərslərimi YouTube'dadır. Yəni, özümdən demirəm də oradadır, isbatdır. Açın, baxın.
En qədər demişəm, böyüdür 0 olanda, həmişə müsbət olanda necə olacaq, həmişə mənfi olanda necə olacaq. Hələ 5-ci gün mənim şagirdlərim gəlib rəy bildirərsiniz. 5-ci gün nə dedik? Dedik ki, ola bilər deyər ki, mənfi deyil. Mənfi deyil demək 0-dan böyük bərabərdir. A müsbətdir, amma diskriminant da bu dəfə 0-a bərabər ola bilər. Adamın, belə deyim də, müəyyən müddət sonra həqiqətən adam hiss eləyir ki, nə tipli suallar düşə bilər. Mən hər dəfə deyirəm və düşür, uşaqlara qəribə gəlir ki, yəni müəllim bunu hardan bildi? Sual tipləri var da şagirdlər. Belə. Hər kəsə uğurlar arzulayıram. İnşallah növbəti izahlarda görüşərik.